Kimisi atlı, kimisi piyada. Bütün kəndlilər Şiştəpənin dibinə toplanıb. Şəmkiri Morul kəndinin sakinləri buraya Dilək təpəsi də deyirlər. Bayram günlərində bu təpəyə çıxıb arzu tuturlar. İnanclarına görə növbəti baharadək mütləq arzuları çin çıxır. Yarışa dayanmış kimi gənc oğullar atını düz təpənin zirvəsinə dək çapır. Sıradan çıxmaq üçün. Onda nə olur ki? Yəni bax biraz maraqlı ədətdir siz bundan daha aşağı. Vallahi mənim də xəbərim yoxdur. Neçə yaşınızdan gəlirsiniz bura? Ağlım kəsəndən 5 yaşımdan, 4 yaşımdan. İlaxır Çərşənbə Morul kəndində əsas bayram günü kimi qeyd olunur. Ancaq günorta saat 3-dən sonra evdə az qala bir adam belə tapılmaz. Hamı Dilək təpəsinə axın edir. Niyyət üçün gəlmişik. Bura nə sayılır? Bura bizim bayram təpəmiz, niyyət təpəmiz. Gəlib nə edirlər burada, nə diləklər tuturlar? Cavanlar instituta girmək istəyən, instituta girmək üçün niyyət eləyir. Cavan qızların öz niyyəti olur. Siz nə niyyət eləmişsiniz indiyə? Mən niyyət eləmişəm dünyamız dünya olsun, sülh olsun, əmin-amanlıq olsun. Erməni işğalında olan torpaqlarımız geri qaysın. Cavanlarımız, evlatlarımız güllə səsi eşitməsin. Bugün arzum odur ki, sağ-salamat nəvəm dünyaya gəlsin. Nə deyim? Gələn il bu vaxtı nəvəm də qucağımalım gəlin bura. Elə ki hava biraz qaralır, əllərində vedra dolu odun sopaları və yanacaqlar bütün kənd cəmaatı qəbirstanlığa gedir. Sakin Həsən Zamanov deyir ki, bu adət onlara dədə-babalarından qalıb və hamı bayram günlərində öz ölüsünün qəbrinə çıraq tutur. Bax burada atamdır, nənəmdir, əmimdir, anamdır, bax o da qardaşımdır. Ziyarət eləyikdə yada salırlar. Bu da elimizin dədə-baba ədət-ənəsidir. Biz də qulluq eləyirik, nə qədər. Çünki bugünkü gün əziz gündə birinci olaraq ziyarət olunmalıdır qadın qalın. Quran oxuduruq, gülaf tökürük. Ondan sonra nə bilim mən çıra yandırırıq da, birinci anım odur da, ölüləri anmaq lazımdır. Vacib deyil, müstəhəb əməldir, elə köhnə dədə-babadan qalıbdır. Sizcə mənası var, yəni bunların bir ölülər kimi? Əlbəttə var ki, bu dünyaya bizi gətirən atalarımız, analarımızdır. Ölü də bizimdir, diri də bizimdir. Bu dünyada bizimdir, o dünyada. Ancaq qəbirstanlıqda üstündə məşəl yandırılmayan sahibsiz köhnə qəbirlər də az deyildi. Hava qaraldıqca qəbirlərin üstündəki alovlar qəbirstanlığı işıqlandırır. Havanı qara duman bürüyür. Küçələr boyunca evinin qarşısında tonqal qalamayan yoxdur. Üstəlik evinin barılarında alov yandıranlar da var. Sakin Ayaz deyir ki, bu adətə görə evin həyat bacasında olan bəd nəzərləri xata-balana dəf edirlər. Kəndin küçələri od alova, uşaqların səs-küyünə, sevincinə qarışıb.